Salam şagirdlər, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə Azərbaycan dilçiliyinin bölmələrindən biri olan üslubiyyat bölməsini öyrənirik. Əslində üslubiyyat bölməsi dilçiliyin ən son bölməsində öyrənilən bir bölmədir. Sadəcə 11-ci siniflərlə hazırlığa başlayarkən ilk olaraq üslubiyyat bölməsini seçirəm. Niyə? Çünki sizin imtahan verəcəyiniz buraxılış imtahanında iki mətn sizi qarşılayır. Biri bədii üslubdur, digəri isə publisistik üslubdur. Publisistik üslubla bədii üslubu da bilməsək, mətnləri yazmaq bizim üçün çətindir. Ona görə də ilk dərsimiz üslubiyyat bölməsidir və təbii olaraq ilk sualımız da bu olması lazımdır ki, üslubiyyat nədir və nəyə deyilir? Üslubiyyat ekranda göründüyü kimi dilin üslublarını, üslubi imkanlarını öyrənən dilçilik bölməsidir. Yəni fonetika, leksika, morfologiya, sintaksis nədirsə, üslubiyyat da dilçiliyin bir bölməsidir və burada dilin üslublarını, həmçinin həmin üslubların verdiyi imkanları öyrənir və əsas vahidi üslublar təyin olunubdur. Üslubdakı dil vahidlərindən cəmiyyətin müxtəlif sahələrində bax, bura diqqət yetin bu cümləyə. Cəmiyyətin müxtəlif sahələrində tələbə uyğun olaraq məqsədyönlü istifadəsidir. Cəmiyyətin müxtəlif sahələri nə deməkdir? Biz gündəlik həyatda marketdən istifadə edirik. Ekranlarda jurnalistlərin fəaliyyətlərini izləyirik. Məhkəmələri görürük, prezidentin çıxışını izləyirik və bu halda biz istər-istəməz fərqli müxtəlif sahələri görmüş oluruq və onda görürük ki, şair öz duyğusunu başqa cür, jurnalist o hadisəyə başqa cür münasibət bəsləyirsə, demək ki, dil vahidlərindən hər biri eyni şəkildə istifadə etməyibdir. Deməli, dil vahidlərindən məqsədyönlü istifadə forması iki üslubun yaranmasını gətirib çıxarır. Biri funksional üslubdur. Funksional üslubun sözündəki funksiya bizə tanışdır. Misal üçün, telefon alanda, televizor alanda onun funksiyalarına baxırıq ki, nələri görmə qabiliyyətinə malikdir. Və funksional üslub ümumi şəkildə olur, yəni hər kəsə xas bir xüsusiyyətdir və ümumi şəkildə məqsədyönlü istifadədir. Fərdi üslub isə xüsusi şəkildədir. Yəni hər şəxsin özünün bir danışıq tərzi, özünü ifadə etmə tərzi var. Bu da onun fərdi xüsusiyyətinin olduğunu göstərir. Burada yazılıb düzdür, ayrı-ayrı şəxslərə, sənətkarlara məxsusdur. Bu ədəbi dil baxımından deyiləndə, amma gündəlik həyatımızda da belə bir ifadə var. Hətta xalq danışıq dilində belə bir söz var, öz sözünü danış, öz danışığını bil. Yəni hər insanın öz sözü var. Bəzi sözlər var ki, deyirsən ki, filan kəs sənə yaraşdırmır bu sözü. Niyə? Çünki onun fərdi üslubuna aid deyil, onun xarakterinə uyğun deyil o sözlər. Ona görə də fərdi üslubu biz dərslik kimi keçməyəcəyik. Bizə lazım olan məhz funksional üslubdur və funksional üslub özü 5 yerə bölünür. Və funksional üslubu birləşdirən ən önəmli xüsusiyyət budur ki, bütün funksional üslublar ədəbi dili təşkil edir. Yəni test çıxacaq sizin qarşınıza ki, bir tərəfdə şeir var, bir tərəfdə də konstitusiyamızın hansısa maddəsi. Hər ikisinin ortaq cəhətini sizdən soruşsa ki, bu şeirlə bu konstitusiya maddəsinin oxşar xüsusiyyəti nədir? Birinci yaza bilərsiniz ki, hər ikisi funksional üslubdadır. Səhv qəbul olunmayacaq. İkincisi isə ədəbi dili təşkil edir. Yəni ədəbi dilə uyğundur sözünü yazsanız, burada heç bir yanlışlıq yol verməyəcəksiniz. Digər məsələ də ədəbi dilin bütün normalarına uyğunluqdur ki, onsuz da bu ədəbi dilin içərisində olan bir xüsusiyyətdir. İndi gələk üslubların adlarına. Dediyimiz kimi 5 üslub öz əksini tapır. Görək bu 5 üslubu harada biz görürük. Bədii üslub içinin ən qədim olan üslubudur. Çünki biz ədəbiyyatdan da keçirik ki, insanlar yazını tapmamışdan əvvəl holavarlardan istifadə edib, sayıcı sözlərindən, laylalardan, bayatılardan istifadə edib. Yəni bədii üslub içinin ən qədimidir. Poeziyada, yəni şeirdə, mətnlərdə və səhnə əsərlərində öz əksini tapır. Və şeiri oxuyarkən, yaxud da hekayə oxuyarkən orada biz obrazlılığı, bir emosionallığı, təsvir ifadə vasitələrini, həmçinin alliterasiya, assonansı görürük ki, bu da fonetika bölməsinə aiddir. Saitlərin və samitlərin uzanması deməkdir. Məsəl üçün, dadaş dananı damın dalında döydü. Burada bir d-nın assonansını biz görmüş oluruq. Elmi üslubda söhbət nədən gedir? Elmi üslub məktəb dərslikləridir, elmi məqalələrdir, monoqrafiyalardır ki, elmi üslubdadır. Bu elmi üslub hər kəs anlaya bilməz. Misal üçün, fizika sahəsinə aid olan bir xüsusiyyəti biologiya müəllimi başa düşməz. Biologiyaya aid olan bir xüsusiyyəti tarix müəllimi başa düşməz. Yəni, elmi üslubun da əslində dili hər kəsə aid deyil, əlçatan deyil və elmi üslubun əsas xüsusiyyəti məntiqli olması lazımdır. Müəyyən bir sistemə uyğundur, ardıcıllıq, konkretlik, dəqiqlik, termin sıxlığı, formullar, cədvəllər və qrafiklər aid olmasıdır və birmənalılıq. Yəni birmənalılıq o deməkdir ki, yəni çox mənalı sözlərə yer verilmir elmi üslubda. Buna diqqət yetirin. Yəni elmi üslub deyərkən dərsliklərinizi həmişə gözünüzün qarşısına gətirin.
İndi belə bir sual çıxır dilin vəsaitlərindən. Sual belə olur ki, müəllim gəlir Məhəmməd Füzulinin söz qəzəlini danışır. Söz qəzəlini müəllim oxuyursa, bu bədii üslubdur. Sadəcə şeiri oxudu. Amma şeiri oradakı olan rədifindən, vəznindən danışırsa, bu artıq onun elmi üslubudur. Çünki onun xarakterini açır, göstərir ki, konkret şəkildə bu hansı vəzindədir, əruz vəznində yazılıbdır, hansı bəhirdə yazılıbdır. Bax, bu elmi üslubdur. Şeirin sadəcə oxunması bədii üslub, şeirin hansı xarakteri xüsusiyyəti, yəni şeiri təhlil eləyirsə müəllim, bu artıq elmi üslub hesab olunacaqdır. Publisistik üslubdakı qəzetdir, jurnal, radio, televiziya, mitinq və yığıncaqların dilidir. Mətbuat və kütləvilik, anlaşıqlıq, təsirlilik formasına vacibdir və aydın anlaşıqlı olması lazımdır. Çünki biz jurnalistin danışığını bilməyimiz lazımdır. Şifahi və yazılı formalar var. Təbii ki, şifahi forması radiolardır, yazılı forması da qəzet, jurnaldır. Təsviri və analitik şərhlər də verilməsi lazımdır ki, bu da vacib və önəmli məsələlərdən biridir. Rəsmi işgüzar üslubda vəziyyət necədir? Rəsmi işgüzar üslub əslində iki yerə bölünür. Rəsmi hissəsi var, işgüzar hissəsi var. Yəni həm rəsmi dövlət sənədləri var, həm də işgüzar kağızlar var. Bəzi sənədlər var ki, bunu bir müəllim yaza bilməz. Bunun mütləq şəkildə prezident tərəfindən yazılması lazımdır. Sərəncamdır, fərmandır. Bunlar prezident tərəfindən yazılır. Amma tərcüməyi halda hər birimiz yazdıq. Ərizədir, hər birimiz yazdıq. Budur. Və rəsmi işgüzar üslubun əsas xüsusiyyəti standart forması var. Şablon sözlərdir. Tərcüməyi hal demək olar ki, hamı eyni cür başlayır. Ərizəni hamı eyni cür yazır. Sadəcə oradakı olan fikirlər biraz fərqli olur. Şablonlardır, dilin yığcamlığıdır, normativlikdir. Hüquqi əsaslılıqdır ki, notarius da gedib təsdiqləyir sənədlərimizi. Artıq söz və məcazi yer verilməməsidir ki, bu rəsmi işgüzar üslub adlandırılır. Əlavə bir informasiya da sizə verim. Misal üçün biz şagird elə düşünür ki, televizorda bir verilişə baxır. Verilişdəki jurnalist təbii ki, publisistik üslubda danışması lazımdır. Arada bir reklamlarda keçirlərsə, orada olan bir fasilə varsa, həmin o reklamda gördüyünüz hər bir şey rəsmi işgüzar üslubdur. Çünki oradakı olan şəxs bir işgüzarlıq eləyib, öz məhsulunu satır. Yəni reklamlar rəsmi işgüzar üsluba aiddir. Verilişin özü publisistik üslubdur. Bunu da unutmayaq. Məişət üslubu nədir? Məişət üslubu da gündəlik istifadədir. Ailədə, cəmiyyətdə, küçədə, yolda, ürəyiniz harda istəyirsə danışırsınız. Hətta WhatsApp-da belə danışdığınız məişət üslubu hesab olunur. Və publisistik üslub Azərbaycana nə zaman yarandı? Əkinçi qəzeti ilə yarandı. Əkinçi qəzeti 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyuldu və bununla da publisistik üslubun təməli atılmağa başlandı. Bunların içinin ən cavanı, ən gənci hansıdır soruşsanız, söhbət məişət üslubundan gedəcək. Çünki dövlətimiz hələ gəncdir və biz nə zaman müstəqil olmuşuqsa, o zamandan biz məişət üslubundan istifadə eləmişik. Gündəlik həyatda istifadə eləmişik. İçinin ən gənci məişət üslubudur, içinin ən qədimi bədii üslubdur. Rəsmi işgüzar üslub da Şah İsmayıl Xətai dövrünə qədər gəlib çıxır. Çünki Şah İsmayıl Xətai dövründə də ana dilində olan sənədləşmələr var idi. Bu da öz əksini tapır. Elmi üslubda da elm nə zaman olubsa, üslub da o zamandan yaranmağa başlayıbdır. Gələk üslubların ətraflı təhlilinə. Bədii üslubda biz nə etməliyik? Bədii təfəkkürün ifadəsidir. Yəni obrazlı düşünməlisən, emosional danışmalısan, xalq dilinə yaxın olmasıdır, xalq danışıq dilinə. Nəzm, şeir, nəsr, dramaturgiya şəklində olması lazımdır. Biraz əvvəl sadaladığım Dadaşdanan damın dalında deyil, bu alliterasiyadır. Asıl-aslı saitlərin təkrarı olur. Əsas cəhəti obrazlıqdır, obrazlıqdan emosional istifadədir. Ellipsis şəkilçinin ixtisarıdır, ritorik sual-cavab tələb etməyən sualdır. Şəxsləndirmə, təzadlar, mübaliğə, litota, istədiyiniz bir xüsusiyyətləri ədəbiyyatdan keçdiklərinizi bədii üsluba aid eləyə bilərsiniz. Elmi üslubda yenə dediyimiz kimi dəqiqlik, məntiqilik, ardıcıllıq var. Mürəkkəb cümlə mütləq şəkildə olması lazımdır. Beynəlmiləl terminlər var ki, riyaziyyatçı hər yerdə düsturu yazsa, istənilən ölkənin şagirdi onu başa düşə bilər. Çox mənalığa yer verilmir, məcazi mənada, obrazlığa yer verilmir elmi üslubda və elmi mətni başa düşmək üçün terminləri bilməyimiz lazımdır ki, bəs bu terminlə söhbət nədən gedir? Bəs terminlərin əsas xüsusiyyəti nədir? Terminlər heç vaxt emosional olmur. Müxtəlif məna çalarları ifadə eləmir və konkret bir anlayış bildirir və bəzi terminlərimiz var ki, milli termini. Misal üçün, mübaliğəni biz şişirtmə ilə əvəz etmişik. Litotanı kiçiltmə ilə əvəz eləmişik. Metafora köçürmə demişik və milliləşdirmişik. Amma metafordur, mübaliğədir. Bunlar beynəlmilərdir. Beynəlmiləl yəni bütün ölkə üçün, dünya üçün səviyyəli sözlərdir. Dünyanın hər bir ölkəsinin üçün keçərli sözlərə deyirlər. Sözlər kontekstin asılı olaraq terminoloji və ya ümumişləq ola bilər. Misal üçün, sifət həm
termin kimi işlədə bilərsən, həm də ümumi işlər söz kimi də işlədə bilərsən. Burada heç bir problem yoxdur. Gəlir publisistik üsluba. Publisistik üslub mətbuat dilidir. Aydın anlaşılır olması lazımdır. Şifahi forması var, yazılı forması var. Təsviri və analitik şərh olması lazımdır və qarışıq növləri var. Bədii publisistik, elmi publisistik, rəsmi publisistik. Bu nə deməkdir? Yəni şair öz şeirini qəzetdə çap edirsə artıq bu olur bədii publisistik. Hansısa bir elm adamı öz əsərini, öz dissertasiyasını qəzetə verirsə bu elmi publisistik adlanır. Bu formada davam edir. Rəsmi işgüzar sənədində dedik ki, şablon harda görürsünüzsə, şablon ifadəsi, standart fikir harda görürsünüzsə, birinci söhbət rəsmi işgüzar üslubdan getmiş olur və cümlələri əsasən əmr, xəbər, vacib və şərt şəklində olur. Rəsmi sənədlərimiz dediyimiz kimi konstitusiyadır, qanundur, fərmandır, əmrdir ki, bunu sıravi insan eləyə bilməz. Mütləq şəkildə hüquqi statusu olan bir şəxs eləməsi lazımdır. Amma işgüzar sənədi hər birimiz rahatlıqla yaza bilərik. Sonuncu üslublarımız məişətlə fərdi üslubdur. Dediyimiz kimi fərdi üslubu imtahana düşmür və proqramda da elə də yoxdur. Amma gündəlik həyatımızda istifadə etdiyimiz bir məişət üslubu var ki, yalnız şifahi formadadır. Dialoji nitq təşkil edir. Yəni mən tək başıma danışmıram əslində, qarşılıqlı şəkildə ünsiyyət qura bilirik. İşlənmə dərəcəsinə görə ən aparıcı üslubdur. Çünki gözümüzü açar-açmaz biz məişət üslubundan istifadə edirik və məişət üslubunu biz bədii üslubun içərisində də görə bilərik. Çünki obraz danışırsa, obrazın danışıqları artıq bədii üslubdan çıxıb onu məişət üslubuna salır. Amma obrazın geyimi, for haqqında müəllif fikir yazırsa, bu artıq bədii üslubdur. Və məişət üslubu o demək deyil ki, ürəyiniz nə istəyirsə danışasınız. Xeyr, məişət üslubunun da bir çərçivəsi var. Orada kobud danışığından istifadə edilməzsən, bölgə sözlərini istifadə edə bilməzsən. Yəni bir növ dialekt üstü forması məişət üslubu hesab olunur. Fərdi üslublar bildiyiniz kimi standart formadadır və hər bir şəxsin danışdığı dildir. Üslublar məhz bu bölmədədir. Əgər hansısa məsələdə çətinlik çəkirsinizsə, şərh bölməsinə qeyd edin, ətraflı izah yenə veriləcəkdir. Uğurlar, növbəti dərs videosunda görüşmək ümidi ilə.